Bir də bunu qeyd edeyim ki, müasir dünyada ümumiyyətlə işlərdə də olsun və yaxud ali universitetdə də olsun, dərsdə də olsun, siz dərsdə olarkən belə məntiqi düşünmək olduqca vacibdir ki, siz həm sualların cavabını doğru tapa biləsiniz. Deyək ki, işdəsiniz, hər hansısa bir yaranmış problemi anında həll edə biləsiniz. Bu baxımdan kömək edə bilər. Məntiq həm həyatda, həm karyerada olduqca vacib bir mövqe tutur. İndi biz imtahan nöqtəsindən məntiqə baxmağa çalışsaq, deməli, imtahanda məntiqdə birinci bəhanələrdən başlayacağam. Çünki bəhanələri kənara qoymaq lazımdır. Bəzi tələbələr başlamamışdan əvvəl, yaxud hər hansısa bir tanışından eşitdiyi üzrə məntiq fənni barədə fikirlər yürüdür. Yəni elə düşünürlər ki, məntiqi öyrənmək çox çətindir. Mənim hər hansı bir bazam yoxdursa, məntiqi öyrənə bilməyəcəm. Xeyr, bu yanlış fikirdir. İndi üç əsas yanlış bir mif var ki, onlara fikir verək. Birinci, məntiqim zəifdir. Məntiq yadda saxlayın. Sabit bir şey deyil. Yəni bu intellekt deyilən bir şey sabit deyil. Siz onu hər zaman inkişaf etdirə bilərsiniz. Təbii ki, siz onu hər zaman aşağı sala bilərsiniz. Amma inkişaf etdirmək də sizin əlinizdədir. Doğru metodologiya, doğru dərslərdir və davamlı iş zəhmətlə, bayaq mən də qeyd etdim. Davamlı iş, davamlı dərslərdə iştirak, davamlı əziyyət çəkməklə biz bunun öhdəsindən gələ bilərik və istənilən səviyyəyə çatdırmaq mümkündür. Digər bəhanə nədir? Tələblərin çoxsunda olur bu. Riyaziyyatım yoxdur. Məntiq sizdən riyaziyyat dahisi olmağı, sizdən bir əlcəbr olmağınızı və yaxud nəzəriyyə tuyusu olmağı tələb etmir. Məntiq sadəcə ibtidai sinif səviyyəsində, hətta belə deyək, ibtidai səviyyədə bir riyazi bacarıqdır. Toplama, çıxma, vurma, bölmə bunlar tələb edir. Qeyd edeyim, riyazi məsələlər bölməsini kənarda tuturum. Sırf məntiqi bölmədən danışırım. Məntiq sizdən kiçik bir riyaziyyat tələb edir. Gec tapma. Zaman problemi hər kəsdə var. Məsələn, mən sizə müəllimlik edəcəm, məndə də zaman problemi olub əvvəldə. Bugün indi dünyada məntiqdən yaxşı kimdirsə, əmin olun ki, onda da başlayanda zaman problemi olub. Gec tapma məsələsi olub. Gec tapmağın ən yaxşı yolu nədir? Davamlı olaraq işləmək. Onu da dərslərimizdə daha geniş deyəcəyik. Yəni, davamlı, mütəmadi olaraq məntiqi işləmək lazımdır. Beynimizdə vərdişə yaratmaq lazımdır ki, bunları tez tapa bilək. Daha sonra yenə riyazi tələblərin həddinə baxsaq, buranı özəlliklə vurğulamaq istəyirəm ki, tələbələrdə belə bir şey yaradırlar ki, riyaziyyatın yoxdursa, məntiqin yoxdur. Mən buna hər zaman qarşıyam, ona görə biraz geniş yer ayırıram. 100% ibtidai səviyyə riyaziyyat, yəni məntiqi hissədə 100% ibtidai səviyyə riyaziyyat olur. Daha sonra burada qeyd eləmişik. Deməli, vurma, toplama, bölmə kimi yerlərə toxunur. Başlanğıc Selman, nə fərqsiz? Suallardan qorxmaq. Vacib məsələlərdən biri budur. Sağ olun, müəllim Yaşar. Vaxtınız var. Sualların həcminə baxır və yaxud İstər link atmışam, bu linkə qoşulaq tələbələrlə görüşdü. yəni Yəqin ki, ingiliscə sizə suallar verəcəklər. suallardan çəkinmirik, hər biri sualın Hə, strateji məntiqlə maksimal imtahanlamışdı. Dedim, elə görüşə keçirik və bir yerdə biz də qorxudan suallarımızı versin. Sualı həll Oldu. etmə sürəti. Bayaq toxunduğumuz vacib məqamlardan biridir. Baxın, siz sualları həll etdikdə sizdə zamanla vərdiş yaranır. Dərslərdə bu geniş deyəcəyik. Məsələn, tutaq ki, siz bir verbal sual işləyirsiniz sözlərlə bağlı. Artıq sözlərə necə baxacağınız barədə fikriniz yaranır ki, biri var ki, ilk dəfə baxanda nə baş verəcək? İlk dəfə baxanda sözlərə biraz aşina deyilsiniz, yadsınız, biraz dərin fikirləşsiniz. Artıq siz 100 sual, nə bilim, bir 150 sual işlədikdən sonra artıq təxmin biləcəksiniz ki, hardan başlasam daha tez taparam cavab. Bu fikirlər yaranır. Təbii ki, mən burada qeyd edeyim 100 sual, 500 sual sırf bir mövzuya aid deyil. Ümumi mövzuya aid, ümumi məntiq işləməyə aiddir. Və bizim test PDF-lərimiz sayəsində siz zaten ilin sonunda 2000 plus 3000-dən 4000-dən artıq test işləmiş olacaqsınız və hər şey doğru şəkildə etsəz, yəni heç bir şey kəsintisiz, bütün tapşırıqları yerinə yetirsəz, verilən əlavə tapşırıqları yerinə yetirsəz, rahatlıqla siz professional səviyyə, yəni bəzi sualları 30 saniyə tapmağa gəlib çıxa bilərsiniz. Bunu da qeyd edeyim, hər sual 30 saniyə tapılmır. Elə sual var ki, məsələn, mətnin məntiqi təhlili sualıdır. Onu həll etmək üçün elə ən qısa vaxtda 1 dəqiqə falandır. Yəni, o suallarda bir şey deyə bilmərik. Ancaq əksər belə, hansı ki, verbal tipli suallarda analogiya, anagram, bəzi qeyri-aşkarlar, aşkarlar, bunları həll edəndə vaxt çox qısa gedə bilər. Yəni, həll olunan testlərin sayı artdıqca, sizin aktivliğiniz artacaq və nəticədə sərf olunan vaxt kəsin şəkildə azalacaq. Bu arada, bu dediklərim tək məntiqə aid deyil, bütün fənlərdə bu keçərlidir. Mən məntiq müəllimi olduğu üçün məntiq vurğulayıram. Digər fənlərdə bunu müşahidə edə bilərsiniz. Daha sonra, məntiq dərslərimizin metodologiyası bizdə necə olacaq? Əvvəlcə, baxın, istər əyani dərsdə, istər onlayn dərsdə fərq etməz. Mövzuların izahını dinləyin və yaxud da ki, vaxtınız yoxdur, sonradan izləyə bilərsiniz.
Hər bir mövzunun mahiyyəti bizim dərslərimizdə sadə, anlaşılır tərzdə izah edilir. Bundan əmin ola bilərsiniz. Daha sonra PDF, biz PDF, məntiq fəndən PDF-lər göndərəcəm və hər bir PDF-i forma olaraq asan, orta, çətin, düzdür. Tam olaraq qruplara adlandırmamışıq. Ancaq sualları bölərkən həm asan suallar, həm orta suallar, həm çətin suallar vardır. Bu da tələbələrin mərhələli şəkildə mövzunun qarması səbəb olur. Yəni birinci asanları həll edir. Buradan bir növ bir motivasiya yığır, keçir orta suallara. Orta sualları bəzən çətinlik yaşaya bilər, biraz həll edir, keçir çətin suallara və beləliklə mövzunu öyrənə bilər. Daha sonra təkrar izləmə və möhkəmləndirmə. Bizim ən böyük üstünlüklərimizdən biri də hər bir dərsimizin video qeydi olacaq və siz rahatlıqla dərsə istədiyiniz zaman təkrar baxa biləcəksiniz və problem yarandısa onu həll etməyə çalışacaqsınız. Deyək ki, təkrar baxdınız, yenə bir həll yolu olmadı, o halda rahatlıqla hansı fənn olursa olsun müəllimə müraciət edə bilərsiniz, həmçinin mənə. Daha sonra əlbəttə mərhələyə keçsək və uğurun forması. Unutmayın ki, istənilən məqsədə çatmaq üçün hər zaman lazım olan 3 qayda var, qızıl qayda var. İstəmək, inanmaq və çalışmaq. Əvvəlcə bir şey istəməliyik, o yolda bir inam göstərməliyik ki, çalışa bilək və hər şey və ən sonunda çalışmaq. Düzdür, çalışmaq çox böyük hissəsidir işin. İstəmək və inanmaq bir növ başlanğıc, ilk addımlardır. Ancaq çalışmaq isə ən böyük hissəsidir. Çalışmaq hissəsini xüsusi deyə getirməlisiniz. Hər birinizə uğurlar arzu edirəm. İnşallah ki, istər yay dərslərimizə, istərsə sentyabrdan başlayan dərslərimizdə sizlə birlikdə məntiqi, həm digər fənləri mükəmməl şəkildə öyrənib zirvələrə çıxacağıq. Bilirəm ki, fikrimi çatdıra bildim. Maksim müəllim, çox sağ olun təqdimata görə. Tələbələrə mən də bir iki şey demək istəyirəm. Qönçə müəllim də burada aramızdadır, ona da söz verəcəyik. Təbii ki, Maksim müəllimin dedikləri bizim elə görüşümüzün ümumi məqsədini əks etdirir. Amma əsas məsələ mən qrupda da daimi deyirəm ki, sonuna qədər qoşulmaqdır. Kimsə sizi məcbur eləmir ki, sentyabrdan sonra davam etməlisiniz, ona görə sonuna qədər qoşulmalısınız. Yox. Bir yola çıxıbsınızsa, axıra qədər getmək lazımdır. Bizim məqsədimiz nədir? Bu yay dərsində sizə nəyisə öyrətməkdir. Magistr mühitinə sizi tanış eləməkdir. Ona görə başdan iyulun 1-dən başlayıb sentyabrın 1-nə qədər biz dərslər keçəcəyik sizə. Bütün dərslərə qoşulmaq lazımdır. Yəni hansı mərhələdə ki qoşula bilmirsiniz, bizə məlumat verin ki, biz bu gün qoşula bilmirik. Çünki biz davamiyyət aparacağıq orada avtomatik Excel-lə. Kimlər ki 2 dərsdən artıq dərs buraxdı, avtomatik qruplardan azad olunurlar. Sentyabrdan da davam etmək istəsələr kursa götürülmürlər. İndi Qönçə müəllimə söz vermək istəyirik. Maksim müəllim görək. Qönçə müəllim tələbələrə nəsə demək istəyir. Hər vaxtınız xeyir olsun, hörmətli Seyhun müəllim, Maqsud müəllim və hörmətli tələbələr. Hər birinizi xoş gördük, hər birinizi bu yay dərslərində və növbəti il üçün sentyabr dərslərinizdə uğurlar arzu edirəm. Ümid edirəm ki, müəllim kollektiv olaraq sizin uğurunuzda bizim də bir payımız olar inşallah ki və bunun üçün də çalışırıq yay dərslərində də inşallah sentyabrdan da. Bəli, Qönçə müəllim tələbələri keçən ildə 2024-cü il imtahanda 25-də də maksimum nəticə göstəriblər. 20-yə 20, 20-19. Yəni qapalı tipli suallardan. Yəni çox uğurlu bir ingilis dili müəlliminiz. Siz özünüz tanış olacaqsınız Qönçə müəllim dərsləri ilə də. Bu ilində siz sərbəstsiniz. Nə sualınız varsa verə bilərsiniz. Deyəsən MIT-də o bir qrupda olan tələbələr proqramda olan maksimum bizi eşitmirlər, hə? Onlara deyin ki, buradan qoşulsunlar MIT üzərinə. Mesaj gəlir sizlərə. Bəli, gəlir. Teams'də olanlar əgər səsi eşitmirlərsə buradan qoşsunlar. İndi buyurun, nə sualınız varsa verə bilərsiniz yoldaşlar. Ayın birinci dərs mənim dərsimdir. Başlayırıq. Çox sağ olun. Şeyler yani bende olacak. Ama yani o demek değil de yani davamiyet değil. Yani sonra da rekortlar olacak da yani rekortlara bakıp devam edeceğiz. Bəli, bizdə hər dərsin rekordu var. Dərs izahı var, rekordu var, test izahı var. Üzrlü səbəbdən qoşa bilməyən olanlar oradan izləyə bilərlər.
Teams'də olan tələbələr zəhmət olmasa oradan çıxıb qrupa atmışıq. Link vasitəsilə bura qoşulun, səs eşitməyənlər. Siyah mən daxil eşitmişəm. Ola bilər indi proqramlar arası fərq var. Bayaq qrupa chat bölməsinə yazmışdıq. Kursun ünvanını aradık. Kursun əyani ünvanı Gəncə şəhəri Cavad xan küçəsi. Köhnə Sabir küçəsi. Bir də Qazax rayonundadır. Nə sualınız var, sərbəstsiz verə bilərsiniz. Suallarınız geliyor. Deməli, onlayn da şəkildə qoşularsınız dərslərə. Onsuz bu yay dərsləri onlayn keçirilir. Sentyabrdan başlayan dərslər həm onlayn, həm əyani şəkildədir. Deməli, maksimal məntiqi sizə təqdim etdim. Sizin səsinizi eşidirəm. Deyəsən, siz mənim səsimi eşitmirsiniz. Teams'də olanda. Maksimum zəhmət olmasa deyərsiz, oradan çıxıb linkdən qoşulsunlar bura. Əgər Seyhun istəsəz qoş bilərsiniz. Bir problem yaşayırsınız. Deməli, informatika ilə bağlı sizə danışmaq istəyirəm. Baxın, məntiqdən fərqli olaraq informatikanın alternativi yoxdur. Yəni, nə deməkdir alternativi yoxdur? İnformatikada konkret olaraq bilməsən, nə isə yaza bilmirsən. Məntiqdə yenə fikirləşirsən, beyin işləri tapa bilirsən. Amma informatika bir fən deyil. İnformatika 80-90% müəllimin dərs keçmək metodundan, qalan 20% sizin öz öyrənmək prinsipinizdən asılıdır. Və konkret məsələlərdir informatikalarda. Tutaq ki, sən Word-də hər hansı bir əmri bilməsən, Excel-də hər hansı bir əmri bilməsən, təbii ki, bilə bilməyəcəksən. O demək deyil ki, informatika çətindir. Xeyr, əslində 3 fənin içərisində ən asan olanı informatikadır. Müasir günümüzlə səsləşən bir fəndir. Və hər bir dərsin izahı var, rekordu var. Kimlər ki, dərsdə nə isə anlamasa, rekorda baxa bilərlər və yaxud da ki, müəllimin özündən də soruşa bilərlər. Dərslər 1 saat müddətinə tədris olunacaq yay dərsləri həftədə 2 dəfədir. Ayın 1-dən informatika başlayır. Maksimum dərslər səhv etmirəmsə 2-ci və 6-cı günlərdir. Qonça müəllim, sizin dərsiniz hansı günlərdir? Cədvəli tərtib edib göndərəcəm axşam. Zəhmət olmasa qrupa göndərərsiniz. Deməli, ingilis dilinə qoşulmasa, məntiq informatikaya qoşulsam olar, yəni olar, problem yoxdur. Və iştirak eləməsəz avtomatik çıxardacaqsınız. Şahin Babayev, informatikanın və rus dilinin saatlarını ayın 30 günü qrupa atacağıq. Bəli, ingilis dili var, Qonça müəllim tədris edir. Bir də siz o qeydiyyatdan keçəndə orada sizə belə bir seçənək vermişdik. Müəlliminizi seçin. Yəqin ki, indi bir çoxlarınız onunla bağlı suallar fikirləşirsiniz. Bizim əslində hər fəndən 2 müəllimimiz var. Məntiq müəllimimiz Maksud Qurbanov, bir də Nuran Şükürlüdür. İngilis dil müəllimimiz Qonça müəllim və İlkin müəllimdir. İnformatika müəllimi mənəm, bir də Elmira müəllimdir. Deməli, iyulun 1-dən avqustun 1-nə qədər bu indi hal-hazırda qruplarında olduğunuz müəllimlər sizə dərsləri tədris edəcək. Avqust ayının 1-dən də sentyabrın 1-nə qədər digər müəllimlər, adını çəkdiyim müəllimlər də həmin qruplara əlavə olunub sizə dərsləri tədris edəcəklər. Sonra seçənək sizin özünüzə qalır, hansı müəllim dərslərlə davam etmək istəsəniz. Bəli, Şahin bəy. Səsim gəlir ora. Gəlir, buyurun. Sizin Bakıda filialınız var, onu soruşmaq istəyirdim. Bakıda onlayn şəkildə dərs keçir. Filial Gəncə və Qazaxdadır. Sizdə son. İnformatika hansı günlər olacaq? İnformatika günləri təyin edib atacağım qruplara. Bəli, dərslərin rekordları və dərs izahları hər bir mövzuya dair izah və izah əlavəsi var. Test izahları da həmçinin. Bütün mövzulara aid. Yəni bir mövzu, 2 mövzuya aid yox. Bu arada bir söz demək istəyirəm. Buyurun.
Deməli, normalda bizim dərslərimiz ikinci, altıncı günlərdir və iyulun 1-dən başlanıb planlaşdırırıq. Sadəcə olaraq biz əgər ikinci gün ayın 30-udur, iyunun 30-u, altıncı gün biraz gec olar. O yüzden mən düşünürəm ki, elə bizim dərslərimiz iyunun 30-undan başlasın, gecikmə olmasın deyə. Olar mən başlayayım, problem yox. Əkbər Abbaszadə, siz mənə yazın, mən sizin ingiliscə qrupuna əlavə edeyim. Sevim müəllim, orada speakinglə bağlı sual verirlər. Buyurun. Yəni speaking, yəni bu ilki dərs müddətində speaking, yəni imtahanda olacaqdımı? Belə deyək, hələ ki təsdiqlənmiş deyil, yəni məlumat verilibdir, amma təsdiqi yoxdur. Rəsmi məlumat deyil. Onunla bağlı hələ bizdə gözləntimiz var, gözləyirik. Amma dərslərdə speaking mövzular veriləcəkdir, onun üzərində işləniləcəkdir inşallah ki. Yəni 3 dərsdən biri speaking üzrə olacaq. Speaking dərslərimiz də tədris olunacaq, yoldaşlar. Heç bir qorxuya əsas yoxdur. Dim nə qarşımıza tələb qoysa, biz onu tədris edəcəyik sizin. Bəli, qəhrəman bütün test materiallarını, dərs səhvlarını atacaq. Esse məcburi deyil. Essay məcburi deyil. Ola bilsin, speaking də məcburi olmasın. İndi bilinəcək. Belə deyək də, tədris ingilis dilində seçsəniz, bəli, 2 bal limiti var. 2 balı siz keçməlisiniz essedə. Yox, tədris ingilis dilində seçməsəniz, ixtisas seçimində, onda artıq məcburi deyil. Məlikə xanım, tövsiyə etmirəm. Sıfır baza yoxdursa, nədən baza var? Siz rus dilindən səhv etməmsə, keçən də qoşulmuşdunuz. Hansına baza var, ora gedin. Tədris ingilis dilini seçmək nə deməkdir? Tutaq ki, sizin bakalavr ixtisasınızda ixtisasınız ingilis dilində tədris olunur. Nədir ixtisasınız Elmirə xanım? Psixologiya ingilis dilində təhsil alıbsınızsa, siz imtahanda esseydən məcburi şəkildə 2 bal almalısınız. Amma Azərbaycan sektorundasınızsa, elə bir məcburiyyət yoxdur. Speakinglə bağlı hələ ki Dim Məlikə xanım təfərrüatda açıqlama verməyibdir. Yəni ola bilsin, olmaya da bilər. Olsa da məcburiyyət yoxdur. Magistr imtahanı B1, B2 səviyyəsindədir. Yəni B1 səviyyə üçün də sözlər var ki, o sözləri biz əzbərləyib tamamilə yəni imtahana hazır vəziyyətdə gedə biləcəyik. İnşallah. Onların hamısı sizlərə atılacaq proqram. Hər bir göndəriləcəkdir qruplara. Kimin nə sual maraqlandırırsa, deyin suallarınızı cavablandıraq. İmtahanda səhv düzü aparma yoxdur Samiyə xanım. Magistratura imtahanda elə bir məsələ yoxdur. Səhv düzü aparmır. İxtisas dəyişmə dedikdə Ana xanım adlı tələbəmiz yazıbdır. Siz yığdığınız bala əsasən sonra ixtisas seçimində dəyişə bilərsiniz ixtisasınızı. İxtisas seçimində MBA və yaxud da ki, hansı bir ixtisas seçə bilərsiniz. Bəli, bəli, hər ay. Şüyemiz olsun. Şəmsiyə xanım, siz sağ olun. Xoşdur. Buyurun, Qönçə müəllim, nəsə demək istəyirdiniz? Sınavlarla bağlı imtahana yaxın hər həftə keçirirdik də biz. Bəli, bəli, imtahana yaxın hər həftə, amma imtahandan uzaq müddətdə olanda hər ay. Bəli, keçə bilirsiniz, bəli. Yazılıb. Tədris ingilisində seçməsəm magistraturanı, yəni daha doğrusu, yəni keçə bilərəm. Yazmasam olarmı? Bəli. Yəni esseni yazmasam da olar, məcburi deyil. Dərslərimizlə bağlı nə sualınız varsa verə bilərsiniz. İnşallah ayın 1-dən etibarən başlayırıq. Orada da geniş təfərrüatlı məlumat veriləcək sizə. Bu Teams deyəsən özünü doğrultmadı. Böyük ehtimal maksimum MİT-ə qayıdacağıq. İndi ona qədər görək
Problemlər həll edə bilsək, Teams-də olacaq. Olmasa, Meet, Dədə-baba proqram. Suala yani. O bilsin ki iki program hem Meet hem Teams o yüzden problem yaşanıp. Olar. Mesela Minara xanım, reklam- xeyr, eyni gündə tədris olunmayacaq. Onu öyrənmək də olmaz. Başla da özməz. Bəli, Gülər Şıxıyeva. İngilis sektoruna verənlər üçün vacibdir 2 bal. Hər fəndən keçid məntiqi bu il 10 elədilər. Əvvəllər 15 idi. 10 məntiq 5-5-də digərləri. Minimum keçiddir. Belə. Yox, tam eyni deyil Şəmsiyə xanım. Nə mənada eyni deyil. Magistraturada biraz daha dərindən gedirik. Daha dərindən gedirik, amma dövlət qulluğunda o qədər dərinlik yoxdur. Sadə məsələlərə toxunur, informatika üzrə deyirəm. Məntiqdə də əksinə, məntiqdə də dövlət qulluğuna dərin məsələlər var. Magistraturada rahatdır. Qəhrəman bəy, suallarınız varsa verə bilərsiniz. Sadəcə tələbələrin suallarını cavablandırırıq biz təqdimatımızı elədikdən sonra. Baxır ixtisasa Nuray Mirhəşimova. Hansı ixtisas soruşursunuz? 70 balla baxır seçdik. Bəli, psixologiya olar. 70 balla psixologiya düşmək olar. 60 plus psixologiya üçün kifayətlidir postsuz üçün. 2 il ərzində siz onda aşağı kurs tələbəsiniz. İqtisadiyyat üçün 60 plus kifayətdir posta düşmək üçün. Xeyr, nəzəriyyə də var. 40% də riyaziyyatdır. Riyaziyyat da bayaq maksimum da toxundu da. Trigonometriya, funksiya, nə bilim nə yox, onları ağlınızdan çıxardın. Sadə toplama, vurma. Mən burada sual verirsə, ingilis dilinin 0 dərəcədədir. Mən 2 il ərzində maksimum nəticə əldə edə biləcəmmi? Tələbədən asılı. Elə tələbə var ki, bir ilə də o maksimum balı yığa bilir. Bir aya da yığa bilir. Bazı belə nətər deyək. Yəni, çalışqan adamlar var, bir aya, 2 aya da yığa bilir yüksək nəticə. Yəni zəif nəticə ilə, yəni hazırlaşacağız, gözəl hazırlaşacağız. Verilənlərə normal şəraitdə əsas söz bazası ingilis dilində. Söz bazamızı artırsaq, əlbəttə mümkündür 9 olmaya. Tamamilə qaldıra bilərsiniz. Vidadə Əhmədov, bədən tərbiyəsi üçün Gəncədə var deyəsən, səhv etmirəmsə Gəncə dövlətdə. Bura bir qəbulumuz olmuşdu. Pulluya 47 ballandı. Pulsuzu səhv etmirəmsə 59 olmuşdu 2025-də. Sosial iş üçün 56 balla ödənişli, 70 balla da ödənişsiz. Dövlət sifarişi məktəbə qədər 60-62 bal. Azərbaycan dil ədəbiyyatı müəllimliyində oxuyuram, pulsuz. Hansı ixtisas seçmək istəyirsiniz orada? Çünki tədris metodikası var, dil ədəbiyyatının tədris metodikası. Ora 64 balla pulsuzdur. Yox, ixtisasın özüdür, dünya ədəbiyyatıdır, dilşünaslıqdır. Bunlar 70 bal keçmək lazım. Coğrafiya üçün dövlət sifarişi tədrisi metodikası da 63-64 bal. Fizika üçün yuxarıdır da, onlar 60-dan. Ümumiyyətlə, dövlət sifarişləri 60 baldan aşağı biraz çətin məsələdir. Mən belə deyim sizə. Dərslərlə bağlı nəsə sualınız varmı? O atalan bir məsələlər var idi. Arxa çataq, sonra qoplanıb keçərik. Hələ bağlı yığaq, sonra ixtisas barədə danışarıq. Əsas dərslərə qoşulun, nəticəmiz olsun. Ondan sonra ixtisasla bağlı nə kömək lazım olsa mən eləyirəm tələbələr maksimum. Dərslər neçənci günlərdir Qəhrəman bəy? Deməli ki, 6-cı günlər məntiqdir. İngilis, rus, informatikada səhər birisi gün atılacaq qrupa. Bəlkə də mən bugün attım öz informatika. Maksimum əlavəniz var? Yok. Hı -hı. Aydın deyil Mira xanım, narahat olmayın. İnşallah hər şey dərsləri tam öyrənim. Mən belə deyək, məqsədinizi də müəyyənləşdirəcəyik. Görək, hara gedirik.
Çox sağ ol Məlikə xanım. Bəli, artıq üçüncü il idi yay dərsləri keçirilir. Hər dəfə də yay dərslərindən narazı qalan adam görməmişəm. Gedib həmişə imtahanda yüksək bal toplayıblar. Söhbət hansı fəndən gedir Qəhrəman bəy? Normal hazırlarsa 15 plus. 15 plus hazırdır normal hazırlaşmamız. MBA Vidadi bəy 45 bal lazım. Siz sağ olun. Məqsədimiz sizə kömək etməkdir. Bir də mən ixtisasım prozovatəlçilikdir. DİAda diplomatiya, dövlət tələsi kimi ixtisas seçə bilərəm. Master üçün. DİAnın magistri Maksud müəllimdir. Maksud müəllim, zəhmət olmasa Şəmsiyə xanım ona cavab verin. Bildiyim qədərilə yoxdur. Proqramda baxıb izah verəcəm. Hı -hı. Deməli, əziz tələbələr, hər birinizə uğurlar arzu edirəm. Magistr təhsili dönəmi, bakalavr təhsil dönəmi kimi deyil. Biraz fərqlidir. Yəni, söhbət universitetdə keçdiyiniz dərsdən getmir. Həyatınızda bir çox dəyişikliklər ola bilər. Yəni, daha onu demirəm ki, 4 il necə tələbəlik keçirmişsə, 2 ili də o formada keçirsəz, təbii ki, nəticə eyni olacaq. Həyatın yeni bir mərhələsi başlayır. Çoxsu deyir ki, magistr lazım deyil. Magistr vaxt itkisidir. O adamlara qulaq asmayın. O adamlar 4 ili boşuna itirən adamlardır. Məqsədsiz, hədəfsiz adamlardır. Magistr dövründə 2 il müddətdə qazandığınız təcrübə ilə siz öz həyatınızı dəyişə bilərsiniz. Təbii ki, yenə deyirəm, çalışmağınızdan, qoçaqlığınızdan asılıdır hər şey. 2024-cü ildə Maksud müəllimlə mən qrup yoldaşı olmuşum. Universiteti bitirmişik. Düşünürdük magistr verək yoxsa verməyək, verək yoxsa verməyək. Vaxt etkisidir. Vaxt sizin kimi kənardan adamlar deyirlər, vaxt etkisidir. Get bu işi gör, o işi gör. Oxuduq magistrımızı. Bugünkü gündə də siz bizim tələbələrimiz olaraq qrupumuzdasınız. Həyatımız bax, əyani olaraq Maksud müəllimlə məni nümunə götürün, dəyişibdir. Siz də hər kəs öz həyatını dəyişə bilər. Çalışmaqla, nələrsə praktik eləməklə, qorxuların üstündən gəlməklə. Kimdəsə qorxu var ki, mən magistra qəbul ola biləcəm, yoxsa yox. O qorxunu kənara atın, deyin ki, qəbul olacam. Vəssalam. Ondan sonra hər şey öz axarına gəlir. Heç bir vaxt itkisi də deyil. Heç bir. Düzdür, bax, mən qəbul edirəm. Ölkəmizdə elə bir təhsil sistemi var ki, magistr təhsilinə dövlət tərəfindən dəyər o qədər də verilmir. Yəni, deyim ki, mən magistr qurtarmışam, mənim ixtisasım müəllimlikdir, dil ədəbiyyat müəllimliyidir. Dedim, fərq nə var? Heç bir şey. Eyni maaşı mən də alıram. Bakalavr, adi göy diplom bitirən müəllim də alır. Fərqimiz var, yoxdur. 30 manat maaş fərqi var. 2 ilə dəymir 30 manat. Amma o 2 il ərzində insan özünü çox şey dəyişə bilər. Çox dəyişim ola bilər. Həm düşüncəndə, həm e, biliyində, həm savadında, həm tədqiqatçılığında. Magistr adı üstündədir. Tədqiqatçıdır. Yəni indi ola bilər indi bəziləriniz indi universitetlər seçəndə seçim eləyəndə onu barədə danışarıq. Bəzi universitetlərdə heç magistr oxumağa dəyməz. Amma bəzilərində var ki, orada magistr oxumaq 4 ildən daha üstündür ki, təcrübə qazanırsan. Universitet seçimindən də asılıdır magistrin əhəmiyyəti olub olmadığı. Niyə də olmasın? Dövlət qulluğuna da gedə bilərsiniz. Dövlət qulluğunda önəmi var magistr təhsilinin. UNIX, bəli, UNIX çox perspektivli universitetdir. Mənim orada tələbələrim oxuyur. 20-dən artıq. Sadəcə oxumaq istəyirəm o tezliklə bağlı. Bəli. Təəssüfsüz diqqət oxuya dediyim kimi mümkün deyil. Çünki turizm və otelçiliyi bitirən daha çox turizm işi, otelçilik, turizm bələdçisi və turizm və sosial mədəni sektor xidməti, beynəlxalq turizm bölgəşünaslıq bu kimi şeylərə getmək olur. Dövlət idarəçiliyi olmur. MBA isə təbii ki, mümkün deyil. MBA müxtəlif sahələr üzrə idarə etmədik. Dövlət idarəçiliyi üzrə deyil. Bəli. Deməli, UNEC-i soruşdular. UNEC, bəli, tövsiyə elədiyim bir universitetdir. DİAdır, UNEC-dir. Bunlar bacarsaz ora gedə bilərsiniz. Gəncə Dövlət Universiteti oxuya bilərsiniz. Bunu yoxsa UNEC? UNEC deyərdim. İxtisas dəyişmək olur, magistr. Bəli, ixtisas belədir də. Baxın, MBA dediyimiz bir sistem var. Master Business Administration. Deməli, MBA-da hər kəs verə bilər. Heç kimin belə deyək, ayrı seçkiliyi yoxdur. Mən musiqi müəllimliyi qurtarmışam, mən riyaziyyat qurtarmışam, və yaxud da ki, mən
Nə bilim, maşın qəhrəmanı bitirmişəm. Yox. Hər kəs MBA verə bilər. 45 bal topladıqdan sonra MBA-da da nələr var? İqtisadiyyat, maliyyə, biznes, turizm. Turizm deyəsən oradan çıxardıblar. Bunlar MBA-nın daxilində. Hər kəs o sahə üzrə oxuya bilərlər. Beynəlxalq idarəetmə, risklərin idarə olunması və s. Bəli, yalnız IELTS imtahanı versəz kifayət. İnformatika müəllimliyi oxuyanlar üçün hansı ixtisasları seçə bilərsiniz? Baxın, informatikanın tədrisini, kompüter elmlərini, yadımdan çıxdı indi çoxsu. İxtisas seçimi eləyəndə onlarla tanış oluruq. Belə əziz tələbələr, hər birinizə uğurlar arzu edirəm. Dərslər başlayanda da yenə suallarınızı verə bilərsiniz. Nə sualınız varsa, buyurun, səsi açıb da səsləndirə bilərsiniz, chatdan da yazə bilərsiniz. Burada Gəncə dövlətdən, Gəncə tələbələrindən kimlər var? Bir dənə əlinizi qaldırın, zəhmət olmasa, bilmiyorum. Şərt Gəncə dövlət deyil də, Gəncə tələbəsi olsun. Aha, var kifayət qədər sayımız. Bizim mərkəzimiz Gəncə şəhəridir. Bəlkə də çox adam onlayn dərslər keçirdiklər bunu bilmir. Biz Gəncə şəhərində əsas fəaliyyət göstəririk. 3 ildir. Sabir küçəsində. Qazax rayonunda da bu il açılıb. Qazaxdan var tələbə. Nərmin Muradova, Elmira Ədilbəyli, ana xanım. Türkün Əmrahova. Aydındır. Yəni kimə yəni şəkildə hazırlaşmaq istəyirsə sentyabrdan sonra Gəncə şəhərindəki filiala, bir də Qazax rayonundakı filiala müraciət edə bilər. Nəsə sualınız yoxdursa, Maksum müəllim, əlavəniz varsa deyin, yoxsa yekunlaşdırıb bilərik məncə. Lokopediya balı 50 bal. Oldu, dərslərdə görüşərik. Özünüzə yaxşı baxın, dərslərə davamlı qoşulun. Problemi çalışıb Teams-də həll edə bilsək, Teams-lə davam edəcəyik. Olmasa, Meet-lə davam edəcəyik. Oldu, sağ olun. Olun, sizə təşəkkürlər. Təşəkkür ederim. Tamam.